Salam əziz və dəyərli insanlar. Qidalanma mövzusunda çox önəmli olan bir əsası vurğulamaq istəyirəm. Hansı barədə bir çox qida mütəxəssisləri heç ümumiyyətlə danışmırlar. Onlar adətən öz diyetləri haqqında falan danışırlar, kalori, nutriyentlər və s. kimi bir şeylər haqqında danışırlar. Amma vitamin, mineral və s. kimi bir şeylər, əsas məsələ orasındadır ki, fərqi yoxdur, nə diyet olursa olsun, sənin rasionunda üstünlüyü su təşkil etməlidir, su balansı. Yəni, insan 70-80% sudan ibarətdir. Hamı bilir ki, su içmək lazımdır, hətta deyirlər 2 litr və s. Amma iş orasındadır ki, sən nə qədər sənin bədənindən suyu alan məhsullardan istifadə edirsənsə, bir o qədər çox da gün ərzində su içməlisən, sudan istifadə eləməlisən. Bir çox insanların diyetində heç ümumiyyətlə sulu məhsullar, sulu və canlı məhsullar ümumiyyətlə yoxdular. Ona görə də əlbəttə onlara lazım olur, sonra bədəni təmizləmək üçün müxtəlif tibbi üsullar, alternativ üsullar, hansılar bədənə zərər törədirlər. Qısası, çox önəmlidir bu su balansına diqqət etdirməyə. Timbolidə əgər sənin rasionunda sulu, canlı məhsullar yoxdur. Əgər sənin rejimində, qida rejimində üstünlüyü çiğ, təbii, sulu, canlı məhsullar təşkil edirsə, bu başqa məsələ. Heç gün ərzində 2 litr yox, 1 litr də bəlkə də sənə bəs eləyər bura qədər polnu. Çünki sənin zaten qidan da suludur və onlar da köməklik göstərirlər təmizləmə proseslərinə. Yox, əgər sənin rasionunda su azdırsa, o zaman və hazırlanmış, bişmiş yeməklər çoxdursa, üstünlüyü təşkil eləyirsə, o zaman hazır ol duzlara, o zaman hazır ol bədənində çirkə, hansı müxtəlif yerlərdən çıxacaq, o zaman hazır ol şlak və toksinlərə, hazır ol. Çünki su onları təmizləyir. Ona görə də çox önəmlidir sudan istifadə eləmək. Hələ mən nə qədər gün ərzində sən fiziki aktivliyinə görə su itirirsən və s. kimi bir şeyləri demirəm. Yəni ona görə də həqiqətən də ən əsası, fundamenti budur. Və təbii ki, daha sonra bədənini araşdırmaq və başa düşmək ki, sən 70-80% sudan ibarət olduğuna görə də həmçinin sənin qidan da elə əsasən sulu, canlı, təbii bir məhsullar olmalıdır. O zaman səndə elə bir problemlər olmayacaq. Yəni öz bədəninə doğru, uyğun qidalanma.